var. Anası gəzən ağacı, balası budaq gəzər. Həmən o budağı mənəm. Ay ikinci Əlçak Nolis. Hala bu budaq da öyle pramoy balasıdır. O dinləri, sosu yaxşıdır. Balası olsa mənə verərsən. Bax, bu ondandır. Ondan da. Hadi yandıra eşliysən? Davayla direli qaytar ala. Direli alımısan, üç qaytarmısan ala. Ha, Şirini atan oğlanın üstüne Şirin torpaq atır, bildin? Davay gəl. Öncə sosu 20 minə. Belə razılaşdan 19 mindən də atarıq torpağı. Hadi. Hala başınız xərəb dalasın. 30 manatlıq dirələ görə bu nə haqqa dala verirsiniz? Utanmırsınız hala. Şirin, səndən qonşu olmuşuq hala biz. Onsuz da narahat olma, işimiz düşəcək mənə. Mənə bu. Hala bu 20 manat. Üstünə də 10 manat qoyarsınız, verərsiniz dirəlin pulunu. Ay sabah belə, ağıllı ol. Hadi. Biz ya malımızı ya da pulumuzu dirəşib alan adamlarıq, bildin? Davay. Nəysə. Neyse. Ərfən hə? Qırıb gətirmir. Nə var ya? Nə vaxt verir? Xoşuma gəldi, görün bakalım məsələn. Belə olmalı. Salam. Bu. Üzr istəyirəm. Mənim kartımda pul yoxdur. Bəlkə mən sizə nəqd 10 manat verim. Mənim kartıma göndərəsiniz. Bax, 10 manat ton kartına. Kartın nömrəsini ver. Skrin elə. Ya. Al. Gönderdim. Getdi. Çox sağ ol. Ana bir dəqiqə deyələ. 10 manatı güldür. 10 manatı sizə atdım. Arada var 10 manatı qaytar ala. Saniyesin orada başlık var, 2 dolu benzindir. Dökeceğim başıma sen zibile saracağım. Hadi. Yandırmaz mı? Hadi. Qaytar ala. 10 manatı ver. Tabii ala. Ne diyor abi? 3 dolar bu, her şey olur. Ne diyor? Al bu 10 manatın. Mənə də elə bax. Sənin kimi adam lazımdır. Hadi yaxşı dayı. Kulaq asay. Sen kimsən belə? Mən ECM bank olmayan kredi təşkilatının sədri Elşən Cəfərov. Yeri gel ala, bank olanda gələrsən, yeri gel. Niyə bank olmayan qaqan? Evdən qoymayıb lan. Yaxşı. Mənə də elə bax sizin kimi adam lazımdır. Bir dirələ görə verdiyiniz hoqqanı gördüm. Mənim şirkətimdə problemli kreditlər var. Ödəmək istəmirlər. Bax o pulları almaq lazımdır. Doğrudan. Yox, atam belə yoxladı vermir. Hadi. Biz gələ kimsən dirəşə onun pulunu alaq. Yaxşı, bırax bizi yaraşmaz. Yox. Dərd orasındadır ki, ödəmək istəməyənlər deyir pul var, amma vermirik. Ha, pul var vermir. O başı məsələn, o başı. Olub danan oğlan üçün mən varam. Başa düşdün? Ha, yəni mən onu sən deyirəm, bu dəqiqə mən hazıram. Dedim onu dedim. Bildin? Gəlim 2 dəqiqə onu alım da pulu. Nə qədər maaş versən? Şey sıkın. 2000 manat maaş. Aldığınız hər borca görə də 10% sizin. Doğrudan. Sən. Tut gəldi onda. Sən. Yaxşıdır. Bax bu borcların siyasi. Yanda neyini istə, giz-gizli ya. Bunları həll eləyin, bir dənə də siyah var, onu da verəcəm. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları, Kasap Kebab. Ay evladı, ay qadın hanım. Ay inan, bir qəpiyim yox da bütün pullarımı qoymuşam işə. Ay hə, dədəmin görü deyirəm, inanmırsan mənə. Ha, mən də pul oldu sağ vermədim. Yaxşı. Vay mırı, dədəmin yoluna axır vaxtı yalandan çox and içirəm. Gəlib kişiyə bir dənə halva çaldırım. Pişirərsən də yaxşı qadın. Pişirərəm, qonşulara da paylayaram. Hərəsi bir rəhmət oxuyar. Qonşulara verib eləmə. Onlar halvanı yerlər, qabı da boş qaytarlar. İçinə konfet belə qoymurlar. Dədəm yerini dəyişməliyəm, Emir var. Qəbristanlıqdakı yeri xoşuma gəlmir o şey. Niyə ya, yoxdur? Amir var. Ay pozğunun birini gətirib düz dədəmin yanında bastırdılar. Gələn gedən zəng gelir ki, ay Oqtay, Allah mamana rəhmət eləsin. Deyirəm, ha, mamam deyil, xeyri yoxdur. Elə yığırlar. Allah cümlət Allah. Üzr istəyirəm, bu yay harda dincələcək sevgiliniz? Avropa turu eləyəcək. Müəllim, siz də dincələcəksiniz. Niyə qaçandınız sualdan cavab verirsiniz? Suala cavab verərdiniz. Mən söyleyeyim, mən həyatım. Harda dincələcəksiniz bu yay? Abi, imkan verin həyatım. Cavab verərdiniz. Ərinə panda deyir. Adam da televizorda ərinə panda deyə. Əmir var.
Ne de ne de. Ha, işini gördükse ben geçmeliyim kamır var. Qaçdı. Ha, yəqin xəyanət elədi də, şərəfsiz. Kaçtı. Allah belə də dərinə getməmir var. Bilmək olmaz. Bəlkə elə kefindən gəzmir. Arvadının nəsə giş xasiyyətləri var. Elə ondan gəzir. Kişilər çox qınamaq olmur. Başım qarışdı televizordakilərə. Yandırdım deyəsən. Yaxşı ki köynən yandı. Yoxsa mən yanacaqdım. Ne oldu be? Niye çiftsiniz Neriman'ın üstüne? O uşağın 21 yaşı var ya, Çempiyonlar Ligası'nda oynuyor. Sizin 21 yaşınız olanda evden 3 manat pul alırdınız sigarete. Onu da künçle bucakta gizlene çekirdiniz ya. O uşaq 12 yaşından ailesinin yüzünü görmür ya bütün günü məşq eləməkdən. O uşaq topa çata bilməsə də topun dalınca düşür. Axırıncı dəfə hansı işin dalınca qaçırsınız ha? Hərəniz hasarınızı 2 metr qavağa çəkirsiniz deyə məhəllədə stadion tikməyə yer qalmayıb ya. Sonra da deyirsiniz ki, ölkədə niyə futbol yoxdur? Toka vereyim mən özümü. Öldürürüm mən özümü. Ağıllı olun ha. Mən çıxalmağa qadınlar. Grill olmuşdu ki. Ne gerginlikte kafede. 240 volt mən çıxalar. On demirəm ne ses güydü bu kafede. O toku da yığışdır. Bir damcı sakitleş. Görmüşler ne istəyir. İbiş oradan bir tane çifte hazırlasınlar. Paket elə eve aparacaq. Sənin başın gedifdir ya. Sən bilmirsən mən çıxalan küftəsini paket eləyib ev aparmaq olmaz. O ailə ilə iləsi küftə deyil. Nəsə problem var? Deyək küftəni paket elə ev aparacağım. Ailə ilə yemək istəyir. Mən çıxalan küftəsi ailə ilə iləsi küftə deyil. Əlbəttə ki yox. Ya onu oturub burada kişilərlə yeməlisən, ya da qıraqda saxladığın varsa onunla oturub yeməlisən. Yaxşı, onda şotu denə. Şot, pomidor, soğan, 30 manat, 10 manat küftə, 20 manat da servis haqqı. Ay mət çıxala, nə servis? Təzə çıxdı bu da. Təzə niyə olur? Restoranda yemək yeyəndən sonra şotu verəndə servis haqqı vermirsən. Bu da mənim restoranımdır. Yeməyi yemisən, indi servis haqqıdır. Özdə mənim servisim xarici servisdir, Çexskidir. Cehizimdə gəlib. Normal. Bir dəqiqə gözlə. Alo? Bəli. Yaxşı. Axşam gələrsiz, kafedən götürərsiniz. O, obyektin yiyəsidir, pulunu istəyir. Ay mət çıxala, sən canımın rədd elin getsin. Bütün qanımızı qaratdı. Bax deyirəm, bir də bura gəlməyəcəm. Nə deyirəm, bunun başı getdi deyəsən. Mən çıxalım, mən zaftan belə şeyləri götürmə. Sakitləş, nə istəyir, get onu gətir. Get. Get, əsəbləşmə. Görürəm, hamınız gərginsiz. Bu dəqiqə sizin kefinizi açacağım. Elvin, oradan bir dənə R. Yerinde dur, o seni bulur yar. Biri olur, ellerin olur yar. Can dur, nasıl unutur yar. Canım
Namik 25.000 manat borc. Namik kimdi burada? Məndən başqa burada kimsə var? Yo, bu sen olabilmezsen. Çünkü sen kışkırıp ala var vermirəm diyen oğlan oxşamırsan. Ha, Namik mənəm, sözün de. Şirin qardaş. Oldu da. Ha, deyirəm mənəm də, mən sən deyirəm, ha, özümü tanımayım. Özümü Atam, sen nereden bilsen ki ben özümü tanımıram? Deməli sen beni tanıyırsan da, ha? Şirin, Ecemi, bank olmayan kredi teşkilatından gelinmişim. Xosun ortalıqdan gəlmişəm. Hardan? Ortalıqdan. Kredi götürmüşsən, niye vermirsən, ha? Yaxşı eləyirəm, sonra... Burada o şey qan iyisi gəlir. Hə, qan iyisi gəlir. Atam, mən çox apasladım ama. O deyirlər, eləmin birdən dava şava düşər. Həmin o şava mənlə. Ay, Şava, səni saz əvəzinə sinəmə basaram, saz kimi köylərəm ha səni. Normal danışır, Şirin lazımlı adamdır sənə. Gedərsən toy əməzdirsən, o sözün qutarar danay deyərsən ha. Bax, onda Şirin sənə söz ötürər. Şirin belə adamdır. Ha, sən kəs səsini. Kardonun üstündə kley yapacaqsan, sən oxşuyursan ha. Yaxşı, normal danışır. Xosu, sən olsan ha. Sənətkar bilir də nə deyir ha. Yaxşı, normal danışır. Mən bilirəm özüm nə yapmışam, nəyə oxşuyam. Özüm bilirəm. Mən baxayım bu qaqa, o düzdür ki, sazın simi qırılanda başqa sazın simi ilə filmiskə yiyirsən, düzdür o? Yəni istəyən azlayım səni. Sahib, yaxşı. Ha, istəyirsən sən öz dilində səninlə danışın. Necə? Bax, belə. Bir dənə sazonla mənə oynaması ver, sazabası ver oradan ritim. Bir dənə köməkli elə mənə. Getir, normalimdən şeylə. Yaxşı görək, bu görüm. 20.000 kredit götürdüm banktan. 1505 manat ayına düştü. 5 qohum nömrəsi vermişdim bizə. Sən getdi zəhimli dayıva düşdü. Beynim getdi, nə olur be? Bizim de beynimiz gedir ayaktan. Gördün sen dününde sana atıfet verdin. İndi mən deyim, yaxşı qulaq asın. Soxları sizin tək özünü öydülər. Soxları sizin tək özünü öydülər. Mənim qabağımda boyun əydilər. Mənim qabağımda boyun əydilər. Hardasa bir ağır söyüş söydülər. Hardasa bir ağır söyüş söydülər. O da gəlib sənin payına düşdü. O da gəlib sənin payına düşdü. O da gəlib sənin payına düşdü. Hala bir dəqiqə deyən hala. Kimə deyirsən hala? Ha, karlısın. Sən mən yaxşı tanımırsan ha. Ha Şirin, Süleyh mənə fikir ver. Belə bankçısı olar ha. Ha işləyirsən, pulu ver. Bunların geyiminə, kesiminə bax. Gəlin bu 50 manatı, gedin özünüz geyim kesim alın. Belə bankçısı olmaz. Gördün? Bas bayra! Adamdan necə pul alırlar? Bas bayra! Yaxşı, hə? Nə oldu, hə? Normal danışır, hə? Mənə nə elədi? Nətə? Nə qədər elədi bu? Bizi də yiyib tutar. Səncə əsas nətərdir? Dadı xoşuma gəlir. Yaxşıdır, hə. Səndə nə qədər flaşka idi? 2 dənə. Yox, 3 dənə. 3 dənə. Güdüyü buradan bura boyunu almırsan. 3 dənə. Elə də 1 manat 20 köpük. 2 manatım olmalıdır burada. Nə qədərdir? Bu cibimə buradan xırda götür. Əlim yağlıdır, onunladır. Qəpilləri götür orada. Götürdü. Baxın, bəri ol. Allah. Burada da Allah baxım o. Hə, eyni. Söhbəs. Nuş olsun, nuş olsun. Dadlı diyor, felaşkılar. Nə vaxta gəlsin qulluğundayam. Sağ ol, Allah razı olsun. Sağ salamat. Bax, bizim bu klinikada çox yüksək səviyyədə həkimlər var. Yəni dünyaca ünlü həkimlərimiz var. Qılman doktor da bizim həmin o dünyaca tanınmış həkimlərimizdən. Salam əleykum. Siz Oktay bəyin dediyi həkimlərdən birisiniz? Bəli, mənəm. Onlar əlinizi sıxın. Əlim yağlıdır, bax unludur qardaş. Sonra gövşər. Ya da belə vur, belə götür. Ay, görüşlük elə bir. Nə olub? Bayaq bura gələndə Oktay bəy dedi ki, siz endokrinoloji sahədə perspektivli addımlar atmışsınız. Mən? Ey toba, mən yox. Mən elə hərəkət eləmərəm. Mən özüm çox ağırlı, tərbiyəli, mədəni oğlanım. Telefon uşaq deyil. Ola bilər o atıb. İndi gəl də mamasından dəqiqləşdirərəm. Amma perspektivli addımlar atıb. Məni başqa klinikada aldadıblar. Dedilər ki, sən sağaldacağıq, hər şey lap əla olacaq. Amma ortada bir şey yoxdur.
Bəli. İndi mən bunu bilmək istəyirəm ki, siz harda təhsil almısınız? Mən özüm Iğdır Tibb Universitetinin Elmi Xeyriyyə Uzadım fakültəsini bitirmişəm. Yəni mənim savadıma şübhə ola bilməz. Mən uzmanam, birincilərdənəm özdə. Nə lazımdır sizə? Qılman doktor, bizim bu qardaşda qıl dönməsi var. Uy, onun ölsün. Açandan dönüb o. Sizin qıl dönməsindən başınız sıxır? Nüfün çıxmır. Adına bax, qıl dönməsi. Mənim adım nədir? Qılman. Mənim birbaşa ixtisasım da o qıl. Qıldan başı çıxan man. Bəli. Bax, sən bunu sağaltsan əgər, mən ciyərimdə də biraz problem var. Onda da sənin yanına gələcəm. Yox, mən açığı yalan deyirəm də. Mən ciyər yox, mənki bax kartof piraşkisi. O ciyərlə mən eləyirəm, bilmirəm nədəndir. Əlimin duzu yoxdur, yandırıram da. Tavan dibi yanır, piraşki doğru qapqara. Qılman doktor, siz bir dənə qardaşın qıl dönməsinə baxa bilərsiniz? Baxmaq lazımdır. Boynu bəri gətir, boynuna bax. Uy, buradan görünür də, dönüb də. Dönüb ora bax. Elə bil ki, o qoşa xətti tapdalayıb oradan dönüb elə. Sən nə danışırsan? Nə qoşa xət? Nə tapdalama? Bax, sizin klinikanı şikayət eləyim. Siz də baxın. Gözləyin siz. Ay qardaş, indi sən də orada dönüb, sənə ayaq. Xəstəyə onun sözü deyirsən sən. Ay, mən səni bayaq qolmadım. Qolmadın, qılman. Bildim ya, ayaq tutmayacağım. Mən nə qayardım ki? Sən xəstəsən, bu boyda klinikanı vermişəm sənə. Qutab pişirirsən burada, xəmir yayırsan, piraşki pişirirsən. Ay, klinikaya girmək olmur səninlə. Piraşki osileti bizə yev para çıxır. Yaxşı da uğurumuz da bizim. Sən uğurun dəysin sənin təpənə. Mənə lazımdır belə uğur. Buyur. Qılman, burada 1 kilo alüminiumdur, 2 kilo da misli. Bunun pulunu hesabla, birazdan gəlib götürəcəm. Hoş, sağ salamat, yaxşı yox. Gəl də gətir. Yaxşı, sağ ol. Xəstəsən, Qılman. Ay, bir o qalmışdı ki, mənim kabinetimi metal qəbulu məntəqəsinə döndürəsən. Ay, bir sən nə var? Dava elə uzmanlığını da, oğlanlığını da götür, bas bayrağa. Nə qədər 5 manat pul qazandıq da. Get, dava 5 manatımı qazan. Gel. Həsət deyilə. Buna bax bir. Ama tatlı da. Tatlı var da. Patronla pişirip. Şirin, sən ki rəsmi işə girmirsən, sən özüm geyindirəcəm. O işə normal geyinib getmək lazımdır, səliqəli. Yox, seriozum, qurban olum sənə. Mən heç bax belə mağazalardan paltar almamışam. Biz nəyə öyrəşmişik? Dükana girsən o karobkanın için belə eşələdin, bir dənə nəsə mayka çıxartdın, nə şalvar çıxartdın. Mən ayaqqabının sağ tayını əlimdə tutub, sol tayını axtaran oğanam, karobkanın içindən. O ki mağazada qışqırmadısa, gəl bultuzda ayaqqabılardan qalmadı. Nə bilim, metronun basabasında yer tutmayan sumkalardan qalmadı. O da nə oldu? Biz belə şeylər öyrəşmişik. Mən belə mağazindən zat bilmirəm. Şirin, bəsdir də biabır eləmə bizi burada. Sən normal işə gedirsən, ona görə də səliqəli normal geyinməlisən. Gəl dalınca, gəl bura. Merhaba efendim, hoş geldiniz. Size nasıl yardımcı olabilirim? Deməli, bizə bəylər üçün ayaqqabı, kəmər, saat, bir də kostyum lazımdır. İsterseniz kravatlardan bakmaya başlayabiliriz. Kravat nədir ala? Yox, bir çarpı payı. Danışır, kravat nədir? Şirin, üzr istəyirəm. Türkiyədə qalstukla kravat deyirlər. Bildim, nə üçün qalstuk da? Saatlerimiz de var. Saatlerden de başlayabiliriz efendim. Buyurun. Gedək, bax, saatlara bax. Saatlara baxaq da. Bu nədir ala? Bu nə qiymətdir ala? Amma 1500 manat qiyməti var, seriozum. Mən bu saatı alıb qoluma taxsam, kimsə məndən saat soruşsa, görək saatın vaxtını mən pulla deyim, İstəmirəm, saat lazımdır mənə. Şirin, sən nə danışırsan? Buradakı bütün mallar brenddir. Sən o saatı alsan, ən azı 10 il taxacaqsan. Bildim, mən də brendəm də, nə olur? Dilerseniz efendim kostümlerimize de bakabiliriz. Sənə yerə get də, dilərsən də. Dilənçəm sən üçün, 2 dəqiqədən bir dilərsən. Əslində biz rəsmi iş üçün kostyum axtarırıq. Dilerseniz bu takım elbiseyi günlük iş hayatınızda da kullanabilirsiniz. Bank işi için mi bakıyorsunuz efendim? Atam, bizə bank olmayan kostyum ver. Menir ala bu. Ala diyana ne edirsən ha? Ha? Beliniz inceymiş efendim. Saxla la incə papuqay. Na bəlini belimə zılmatır. Ha nə? Dəmir var, vereyim. Ay Şirin, bəsdir də. Belini ölçmək üçün əli ilə yoxlamalıdır da. Ölçünməsin, xoşuma gəlmir mənim belə şey. Özü seriozum.
Sən bu kostyumların qiymətini görmürsən? Mən bunu giyinib çıxsam bayrağa, quş üstümü batırsa, o quşun gəlin mən nəslisini kəsim. Qalanlar da qırmızı kitaba düşsün, bildin? Nəsli kəsilmiş kimi. Bütçeniz ne kadar beyefendi? Ana nə bilim, mən axırıncı bir kostyum alanda 60 manat idi. Yadımda 7-ci sinifdə aldım, 11 sinifə kimi giyindim. Bax elə kostyum lazımdır mənə. Şirin sen narahat olma. Kostyumumu seç ben alacağım. Yo, seriozum, mən xoşlanmıram elə şeyləri, yo. Yaxşı da Şirin. Ben alam sonra sen ilk maaşında mənə qaytararsan pulu. Yo, ilk maaşımı uşaqlara söz vermişəm. Onlara qonaqlıq verəcəm. Bir də mamanın borclarını qaytaracağım. Hə, lazımdır. Bağlayacağım bütün borclarını. Lucy, sən nə? İkinci maaş elə. Yaxşı olsun ikinci maaşdan. Yaxşı. Ver onu mənə bir daha, ona diqqətlə baxın. Mən başlamalıyım. Demək, mən uzman qılman hocam, 11 barmaq. Özümün adımı təqdim edirəm. Mən bilirəm ki, o üstə mənim adımı altdan yazmayasın televizorda. Ona görə yazıb bura qoymuşam ki, mənim adım görsənsin. Özüm Türkiyədə, Iğdırda təhsil almışam. Diplomum da səhv eləmirəmsə bu yaşıl asfalt rəngdir. Yaş asfalt? Bəli, o mokra deyirlər, mokra asfalt deyirlər, nə deyirlər, o rəngdədir. Sənübəri tanıyorsunuz, Sənübərin oğlunun maşının rəngində. Qılman Hoca, bizə gələn məlumatlara görə siz həm də rinoplastikada edirsiniz. Nə varram? Rinoplastika edirsiniz. Deyirəm, adamlar da interesində. Heç kimin yanında heç nə eləmək olmur. Gedib orada danışırlar. Bir dəfə eləmişəm, eləməmişim, yadıma gəlmir. Bəs deyirlər ki, siz ölkədə ilk dəfə ürək transplantasiyası etmişsiniz, amma uğursuz olub. Yo, mən də o ürəyin yiyəsi deyiləm ki, mən ürək transplantasiya eləyəm. Eləməm ki. Mən bir dəfə rayonda yadımdadır, bizim inəyin bıyınızı qırılmışdı. Mən elə bir ki, bir dəfə qonşuda inək ölmüşdü. Elə bir ki, ölən inəyin bıyınızı mən öz inəyimizə köçürtdüm. İlk dəfə buyunuz köçürtmə mən eləmişəm ölkədə. Ürəyi zadı yalan deyərəm, yo, yalan deyərəm. Siz kimsiniz? Sizi kim çağırdı bura? Bunları mən çağırmışam, müəllim. Ay səni işdən qovmadım mən bugün. Ay sən buradasan, Bax, sən ölsənə deyirəm. Sənin başına elə oyun açaram. Mənə də Oktay deyərlər, ha. Sabah bir gün şəhərdə üzbəüz gələndə abrımızdan üzümüzü fırladarıq, bir-birimizin gözünün içine baxmağa utanarıq, ha. Dur. Dur. Bas. O nə deməkdir? Deyirəm, dur, bas bayrağa. Basın bayrağa? Müəllim əsəbidir, gəlin bayrağa. Gəlin bayrağa, sonra gələrik. Yığıb məni boğaza. Oktay! Mənə bax. Hanı Sveta? Gizlətmisən? Harda gizlətdin? Batiş, sən mənim atamsan? Yox. Sveta mənim siqaretimdir? Yox. Bu orada niyə bax sən gələdin, mən Svetanı gizlədim? Hadi qutar, sözüm var, sözünü deyin, ha. Sözüm odur ki, həmişə biz bir-birimizə kömək eləyirik də. Əli yuyar, əl də qayıdıb üsü. Bugün kafemin arendasının pulunu verməliyəm. 500 manat lazımdır. Sən mənə borc ver, 1-2 günə qaytaracağam. Dədəmin gör haqqı. Mən də sənin bir bacın. Onda xalan qızı. Yox. Oktay, nə olar? Onda mən də Sveta olum. Oktaycığım. Ay, yaxşı görmə ya, Əməti, sən nə danışsan, ha? Səndən Sveta düzəltmək üçün ölü yeri bir 50.000 pul qoymaq lazımdır. O da bir sən nə oxşayacaq? Elə bir 2015-in qalemi var yerinə, 2025-in qalemi var yerinə yığırsan. Onu da düzəltmək olar. Amma sənədin dalıyıcan düşmək özü əzətdir. Mən də sən əzətin dalıyıca düşmək istəmirəm. Hə, belə oldu. Neynək, canın sağ olsun. Saxla samanı, gələr zamanı. Mən sənin başına bir oyun açım ki, gəl görəsən. Bir dənə bunun Svetası var. Oktaycığım, nə pis də səsi var, cici. Adamın başına düşür. Sən ona mənim qulağımdan qulaq as. Dayıcığım. Ne oldu? Ne oldu? Ara geysiz. Ha. Burada Ramil kimdi? Hansı birimiz oxşayırıq? Həm yen saxlanın ha. Həm mənim babam Muskan iş oldu. Həm mən bütün alətləri tanıyıram.
Bu dəqiqə deyim klarnet hansıdır? Ola sənin babon nə çalır? Ki də qoşa klarnet. Xəstəsən sən? 2 də ağzı var idi onun. Hə, qaqa, zamanla tanıdı da. Bir dəqiqədən bir dəyişirdi belə. Vaxt verirlər, dəyişir. Yox, hə. Mən özüm də qəşəng nağara salma olmuşam, hə. Prosta qabağımı kəsiblər. Onu düz deyir. Siz belə şeyləri yaxşı bilərsiniz. Musiqidə paxıllıq zad var axı. Həri atam. Var. Hə, yox, hə. Yolda gedəndə qabağımı kəsiblər, nağaramı əlimdən aldılar. Güclü ki bu. Qaqaş, dönər yiyirsiniz? Kasap dönərdi o ha. Ora kənardan yemək götürmək olmaz. O, kənardan gətirməmişik. Kuryer var, bu qapıya kimi gətirdi. Buradan götürmüşük. Allah çolpalar, sizə nə lazımdır? Söhbət eləməyə gəlmişsiniz bura, hə? Atam, mən indi başa düşdüm ki, Ramil sənsən. Qulaq az, bizim şirkətdən pulu götürmüsən borca. Niyə onu qaytarmırsan? Bankdan 30 min kredit götürüb özümə klarnet almışam. 28 minini ödəmişəm, 2 mini qalıb. Hə də, 2000 qalıb da. Ona da da, ödəmirsənsə klarneti müsadirə eləyirik. Yaxın gəl. Yavaş, yavaş. Pul ver. Heyecanlanma. Allah götür. Buna da var. Hara mən o budu yolumuna görə gəlmişəm, bu şeyə görə. Bunun özü 2200 manatdır. Apar, izdası da heç lazım deyil. Rami qaqaş yoxundursa qalsın sonra verərsən. Ata, belə görəm Delavoy adamsan. Və bizim də oxşar cəhətlərimiz çoxdur. Mənə də dəmirə görə tanıyırlar, Bedikoya görə. Sən də dəmirə görə. Allah, işimiz qutardısa, davar, yuvanmayın. Atam, biz yuvanaraq gedirik, amma mənim danımca mənim havamı çal. İbiş, sən burada nə edirsən? Bəs müştərilərə kim qulluq eləyir? Mən səni buna görə gətirmişəm. Sən mənim klientlərimi yoxa çıxartmaq istəyirsən? Gəl içəri. Yox, Elmas xala, içəri keçə bilmərəm lan. Mən içəridə kişi kimi söz vermişəm. Başa düşmədim, nəyə söz verimsən? İçəridə bir dənə klientlə sporum düşdü. Dedim mənim payıma bura ayaq basanın lişni. Lişni nə? Elmas xala, o nətər deyim, mən sağ burada. Ki qulağıma de. Sən dəli olmusan. Gör sən nəyi ürəyinə salırsan, Mən onlarla gediş-gəlişi saxlamışam, Demirsən bura ayaq basanın, hə? Bir dəqiqə gözlə. Al, geyin, getdi içəri. Tüz ol da, tüz gəl. Eşidirsən, bir dənə bizim əliyyatla yol üstü. Ya Şirin qardaş, apara bilmərəm. Mənim müştəri gözləyir. Bura bax, özü də gedin Soundroiddan hər özülə maşın götürün də. Necə götüreyim? Adam kimi. Sertifikatınız var. Mən uşaq vaxtı kartə gedirəm, orada verirəm mən sertifikat. Ana, o sertifikatdan sən ancaq yol üstü taksi parkından taksi götürə bilərsən. Soundroid sertifikatlı taksi sürücüləri axtarır ancaq. Özdə 1000 manat maaş verir, üstündə elektrikli maşın, bütün rasxodları da özü qarşılayır. Yaxın gəlin. Bala işləyirsən, çaqçuqun da olur. Gör nə deyirəm? Sonunda bizi apar o sertifikat verən yerə. Biz alaq oran sertifikat. Ay, vaxtım yoxdur, müştəri məni gözləyir. Keç oradan, keç. Müştəri məni gözləyir. Deyirəm hala, bu sertifikat belə vacib şeydir. Hadi, taxının sertifikatı var, vacib adam olub da. Baş sponsor Soundride. Eşidirsiniz? Dedim bütün hamıya cay çəkin ki, traktor Şirin şumlamağa başladı. Qaqaş, sən Vilka Şirin gördün? Vilkanı qoydum bir qırağa bura. Karoçi, hamının Armani pulu qazanmaq üçün getsin bir dənə kreditə New Holland traktoru alsın. Niyə? Çünki bizim aləmdə New Holland traktoru olmayana pis baxılır. Şirin, düş aşağı, bəsündür, işim gücüm var. Şirin, qaqaş, sizin aləmdə traktor olmayana necə baxırlar, necə? Atan bizim aləmdə nə ki, bizim aləyə nəzər tuturam da mamanı. Mama da traktora mənə pis baxır. Xüsusi sponsor New Holland traktorları. Gəl Dulma, gəl. Mən Oktay müəllim. Bayaqdan sən hardasan? Mən nə qarıma Oktay müəllim. Bir mənə zəng gəldi ki, təcili yardımla həkim lazımdır. Mən də getdim onlara dəydim. Nə oldu? Heç nə, sən demə heç bu xəstə deyilmiş. Mənə zəng vur gələn ki, gələndə mən üçün yoldan Plasovver al. Mən də getdim bir də Plasovver aldım, apardım onu köçürtdüm. Gələndə də bir də özüm üçün Plasovver aldım ki, dadına baxaram da buna var. Buyur.
Nə qəşəngdir bu. Çox yaxşı. Sən gelin konsener ustasını çağırın. Deyim yolu üstü gələndə bir dənə plasal ver al. Konsener xarab olub? Yox, sənin başın xarab olub. Xüsusi sponsor Plus Over. Məşkan salam. Hə, salam. Nənəm məndə sağ verir. Həkimə aparıram. Mən xırda bir də yox bu. Üstündə yoxdur. Ay xoşum, məndə pul var. Verirəm də qaydanda verirəm də. Biri mən sizi ali üzü tanıyandan biri mədə həkim axtarırsınız. Nənənin neçə yaş var? 43-cü ildəndir. 43 dekabrdır. 44 də demək olar, 44 göstərir. Ha. Mən baxın, nənəm başını burax, nənəm başını burax. Məsləhətli həkim tanıyırsan, mən çıxayım. Məsləhətli həkim tanımıram, məsləhətli yağ tanıyıram. Necə nə yağlayım? Dədəmin görə haqqı, mənim də mədəm ağrıyırdı, bax ağrıdan göyə çıxıb yerə düşürdüm. Bu patron yağı çıxandan həkimin nömrəsini telefondan silmişəm. Nənəmə deyinən ki, çoxlu belə bu yağdan istifadə eləsin, patron yağından. Soyuq sıxımlı, kimyavi qatqısı yoxdur, özü də çox dadlı olur yeməklər. Vaxtında bu mən deyilən də, bax deyən ki, patron yağı var. Mən bilim də. Vaxtında dərmanlara verdiğim pulu yıxsaydım, bir dənə onu yetdalardım. Ay dad, mən də deyirəm ki, bu nənəsini istəyir. Sən demə dərdin 07 dərdiymiş. Bəs nə? Yaxşı 07 nənənin mədəsindən keçər. Nətər şükreydi, sən də onu. Məşğalat, nə demək kardon? Kardon? Ən yaxşı yağ patron. Xüsusi sponsor Patron tumları. İbiş bura gəl. İbiş nədir Məşğal? O ay dedin yoruldun. O yeməkləri hara aparsan? Deyir ora. Ora niyə? Getdim yaxınlaşdım, dedim nə istəyirsiniz? Dedilər get böyüyündən soruş. Mən də zəh vurdum papaya ki, ay papa belə deyirlər. O deyir ki, ay ürəkləri nə istəyir ver onu. İbiş. Ay, sənin böyüyün mənəm. Mən nə desəm onu elə. Onlar bizim xüsusi kliyentlərimizdir. Onlara yeməyi kasab kebabdan sifariş edirik. Sən qaç kasab kebaba. Onlar nə istəyirlər, mən burada soruşacağam, sən də al gətir bura. Eşitdin? Qaç. Xüsusi sponsor Kasap Kebab. Mama. Hə. Mama bu şalvara cip tikmək lazımdır. Ay oğlum, şalvarı təzə almısan. Heç əynimə geyinməmisən. İndi də cip tikdirmək istəyirsən. Elə şey olar. Sən bilmirsən ki, mənim cibimdə vetsi patron tumu olur. Hə? Cibdə patron tumu varsa, şalvarın cibləri böyük olmalıdır. Mama qurban, onda ona o şalvarı 2 dənə böyük cip tikərəm. Birinə də pul qoyarsan. Mama, pul məni xoşbəxt eləmir. Amma cibimdə patron tumu olanda xoşbəxt oluram. Nə olsun ki, əlimi cibimə salıb oradan pul çıxardıb dostuma pul verəmirəm. Zato patron tumu ürəyim istədiyim qədər verirəm. Yaxşı, razıyam. Şalvarımı tikirəm, ver mənə. Ver. Amma bir şərtlə. Patronun yarısı mənimdir. Nə baxırsan üzümə? Bir dərziyə pul vermirsən şalvarı tikmək üçün. Mən də deyirəm, tum ver. Yaxşı, amma bir damcı. Bir damcı? Yox. Bu yarısı deyil axı Şirin. Bir damcı, yaxşı demək, bir damcı. Xüsusi sponsor Patron tumları. Gəl. Hamınız mənə diqqətlə qulaq asın. Hansınız İbişin xətrinə dəymisiniz? Bilmirsiniz ki, İbişi mən Şirindən ayırmıram, hə? Ay yox, ayır Məşğala, ta şeydən. Mən dəymişəm. Sən də yekə kişisən ha, bir kəlmə söz deyən kimi sırazı qaçıb çatdırsan Məşğalaya. Nə demişəm? Demişəm get bir dənə küftə gətir də. Vəfşə bir sənə nə var? Davay bir dənə küftə gətir. Bax belə ağıllı ol. Bayaq davay söz işlətməmişdin. Cümləni işlədəndə tam işlət. Yaxşımı? Gedirəm gətirməyə. Məşğala sivyazda yaptı. Bir dənə də çay verərsən. Nə dedin hə? Bir dənə də çay verərsən. Mənim qulağımda biraz ağırlıq var. Danışanda səsini biraz yuxarı tondan götür. Gətirərəm. Məşğala, bu videonu görürsən sən? Nə video? Üzr istəyirəm, bu yay harda dincələcək sevgilinizdən? Yaxşı keçdin əlimə, Oqtay. Süper. Müəllim, salam mələk. Aleyküm. Bu oğlanı necə oğlan kimi tanıyırsan, hə? Məzələrsən, hamı necə, mən də elə. Əlbəttə ki, bərkədən oğlan kimi. Aysa. Bəkədən oğlan ilk iş günü patladı. Raminin klarnetini fırlattım. Klarnetin başını var belə. Onu fırlattım, qiyməti 2200 manat. Aşıq Namikdən də 50 manat götürdüm. Yəni bu oğlan başqa oğlan. Sağ ol Şirin, sağ ol valla. Sən ki onlardan nəsə ala bilmirsən, halaldır sənə. O pullardan mən ümidimi üzmüşdüm. Sən ölmüş pulları deyilmisən. Bu gedişlə
Yaxında New Holland traktorundan alıb partladarsan. Kreditlə dolanıram da. Həm mənə birindən 50 manat, birindən 100 manat. Belə başımızı fırladırıq da, Ay partladırıq. qardaş, ay baş o dönüm. Pul kreditdə deyil, pul traktordadır. Denə niyə? Niyə? Gündəlik arenada yaxşı pul var. Nəysə, gəp elə eləyək. Mən sənə növbəti spısak verim. Sən bunlarla məşğul ol. Onlar da qalsın səndə axşam haqq hesab eləyərik. Doğrudan. Yedim bunları da şumlayayım da. Vay Qılman. Bəli. Vay sən nə sırtıq adamsan, mən səni qovmadım. Gərək elə səni biabır eləyim, videonu çəkim, hamı da desin ki, ay sən cana videonu at mənə, mən də baxım. Bildin mi? Mənə qovursunuzsa onda mənə kombinasiya verməlisiniz. Nə verməliyəm? Kombinasiya. O nədir? İşdən qovanda nə verirlər adama? Kombinasiya vermirlər. Kompensasiya. Ay sağ ol baba, sən onu deyə bilsən, 2 qat kompensasiya verəcəm sənə. Kombinasiya. 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 Deyirəm də, nətər deyim. Bax ona görə zirzibiliyu da yığ, davay, dur bas bayrağı. O nə deməkdir? Bir şey olmamış, dur bas bayrağı, dur bas bayrağı. Elə belə şey deyil, bu zibilyat deyil bu. Bu düzəltmişəm, bu içanadan 5 tane yuxa aparır yatır. Bu, canımsın. Mənzələnir ya. Gəlmir var. Oktay. Mətiş mənə dedi ki, sən mənə xəyanət eləyirsən. Dedim, mən inanmıram, mənə sübut elə. İndi gətirmişəm onu. Hə, Mətiş, sübut elə. İndi. Sübut eləyəməyəcək. Mən sənə xəyanət eləyirəm, Mirvari, bax, bunu. Hadi tutar, Mirvari. Elə eləmə ki, səni də boşayım. Bax, sosial verilişlərdə onsuz da boşluqdur. Gedərəm, oturarım orada, adam axtarla oturmağa. 3-4 dənə də paltar almışam, giyinməyə yerim olar. Mən də sənin... Qız, mən də sənin yanında duracam. 4, 5. Oktay, sən ki mənə arendan pulunu verməyə kömək eləmədin ha. İndi mən bu videonu göstərəcəm Mirvariyə. Mirvari. Tuttu. Dermanım tuttu, satacağım. Vestalen ben bununla da gittim kabağa. 5 saniye. Yeter yatızdır diye. Bunda olan video bu. Delete. Ne oldu be? Falanım tutu be, falanım. Oğlum neyi var tutmak? Canım sen. Seni kovmak atmayana. Kompensasya uzattı kalırsan işte. Bir kitap pişirmişler, bir de kitap kalır. Bunu da al hemen. Onu da alacağım. Bütün sen bu zirzibilini de hamısını alacağım. Gidip piraçkilerimi de getireyim. Kartımı da yolla bana. Yetkatığı bir çıkıver, sen ötürüldüm. Yok hem oğlum. Yani hem de bu nasıl düzelmir ya? Ben burada senin elinden tuturam. Ben sen burada Aykan'ın elinden tutum. Biraz mənalı olsun da bir de. Ala ay git Aykan'ın elinden tutmak için sen gene birinci benim elimden tutasan. Gül de bana verirsen de. Ne ya Gül sen bilirəm. Bunu sen benim sevgim olsan. Neyse tutmadım. Diyem ne babam ses atın. Dostum var ona bir ses atın. Kanka ne var ne yok? Kızla ben bilmem. Şeydi kanka bu sende çok problem bize ne değil. Kanserin gazındadır problem. Onu getirsen ben dinlerim. Hemen başındayım kızla. Yaxşı, bilən gözlə. Xala oğlu bilən. Səs atım xala oğluna. Xala oğlu nə var nə yox? Həmən şəhərdəyim qızla. Həm maşındayıq. Kətdə nə var nə yox? Görüşərik. Qızla mən gəzir gözmüşsün.
Oldu xanoğlu. Ala ay görməmiş. Ala onsuz da səni çəkəcəm, TikTokda paylaşacağam ki, dostum ilk dəfə qızla şəhərə çıxıb gəzməyə. Yaxşı, normal danış, nə olsun bilirsən də. Bala, cibimdə 20 manat var. Gedək şəhərdə skuter sürməyə. Mən o mənə gedək. Vay. Oktay, çok hoşuma geldi bu Şuban'ın ayakkabı sürprizi. Sen ben almışsın Yaxşı. Ha, deyirəm, yolda kimsə mənə aidsə, inan qan düşər yolda. Amma indi 2000 manat xərcləmişəm ki, mənə qız aid etsin. Oktay mi? Ben de senin yanıma gelirdim. Ayı, biraz yavaş da korktum Üzr istəyirəm, biraz ehtiyatsızlıq elədim. Ay, ani ehtiyatsızlığın nəticəsi. Sözümü də görüm. Oktay mi? Sözüm deyəndə ki, sən bədxərclik eləyirsən, pulun qədrini bilmirsən. Sən xanıma şuba, əqqabı alırsan, özün də kasıblamırsan, taksi ilə gəlib gəlsən. Ay, bu taksi deyil, mənim öz maşınımdır, Sandray'da vermişəm. Bax, burada oturanda mənim sürücümdür, ayda 1000 manat pul verirəm. İşləyir, boş vaxtlarında da mənə aparıb gətirir. Heç bizə vermərsən, pul? Sənin də taksi sertifikatın olsun, gəl hər ay sayda maaşını verim də, 1000 manat. Şubandakı, belə baxanda xanıma almamışam, özüm almışam. Ha. Bu əlindəki əqqablar da səndir. Bax, belə o da məndir. Bax, bax, məndir, görsən? Yaraşır. Mən bayaqdan səninlə birikə şirin kimi danışırdım. Amma istəyirəm səninlə bok kimi danışım. Bokdur da. Bank olmayan kredit təşkilatının problemli şöbəsinin ənkəsi şirin. Nə kredit ha? Oktay mi? 15 bin pulu götürüb maşın almışsan kreditdə. O mən deyil, o qızın kreditidir. Maşın da ondadır. Maşın sənin adıbadır. Kreditdə sənin adıbadır. 5 ay gecikməm var. 200 manatdan nə qədər deyir? 1000 manat. Ay sağ ol. Gətir borcumu ver. Gələm sən 1000 manatın. Ay sağ. Gördün, taksi sertifikatım yoxdur, səndən 1000 manat aldım. Əlbəttə, bax görsən kimin olursan. Sən də bir dəfə aldın da o 1000 manatı məndən. Sanday da ona hər ay verir. Get sertifikatımı al, sertifikatımı. Qapıdan hiss olunur ki, bu kredit verməyəcək. Çünki bizim də qapı bundandır, biz də kredit vermirik. Nerede? Qapının göre. Salamünaleyküm. Mən Ecemi bank olmayan kredit təşkilatından gəlmişəm. Borcumuz var, niyə qaytarmırsınız? Qardaş, gəl bizim evimizin şəraitinə bax. İstəsən soyucunu da göstərim sizə. Vallahi axşam nə yeyəcəyik özümüz də bilmirik. Özüm də fəhlə işləyirdim. Tikintinin sahibi şərəfsiz çıxdı. Pulumuzu da vermədi. Atdı getdi bizə. Özüm də indi işsiz qalmışam. Mən də işləmirəm, körpə uşaqlara baxıram. Deyib bu uşağa da baxıram. Evdə 20 manat pulumuz var. Onu da verə bilərəm sizə. Vaxt verin, özümə iş tapın. Kişi kimi söz verirəm. Vallahi pulunuzu qaytaracağam. Bir daha gözlə. Yox, mən bu ailədən pul ala bilmərəm. Düz, mənim işim pulu olub borcanı verməyənlərləndir, düzdür. Yox, bu ailə məndən vaxt istədi. Ala bilmərəm bunlardan. Şirin, biz Ecemi bank olmayan kredit təşkilatıyıq. Bizə borcu olan hər kəsdən pulumuzu almalıyıq. Bizim əməkdaşlarımızda mərhəmət hissi olmamalıdır. Borcunu ödəyə bilmir, kredit götürməzdi. Bax ki, mən xaricdə ikiləyən uşaq oxuduram. Bunların illik təhsil haqqısı var, yeməyi var, içməyi var. Bildim də, bunların da axşama yeməyi yoxdur. Bizə nə var, onun yeməyi var, yoxdur. Götürməzdi krediti. Şirin, sən belə adam deyilsən. Gedib onları dilə tutmalısın, bir şey eləməlisən. Sənin Divjeniyavın qabağında, sənin hərəkətinin qabağında hamı aciz qalmalıdır. Doğrudan? Onda mən bilərəm, meyniyərəm. Salam. Salam. Yenə mən, gəlin mən yalar. Buyurun qardaş, gəlin. Bu ərzaqları yaxşıların adından gətirmişəm. Bunu qəbul eləyin. Sağ ol qardaş, ehtiyac yox idi. Elədim. Sabahsın mənə də ehtiyacım ola bilər. Mən də işsiz ola bilərəm. Sən də alıb gətirərsən. Dünya kruqludur. Bakıda balaca şəhərdir. Həyatda təkərdir, belə fırlanır. Bilinmir kim harda olacaq. Qəbul elə. Sağ ol, Allah köməyiniz olsun.
Sağ olay qardaş. Sizin kimi gözəl adamlar bu şirkətdə necə işləyir bilmirəm. Bugünə kimi bizə eləmədikləri zülüm qalmadı 500 manata görə. Mən üçün borcu bağlayacağam. Bir də ki, mən o şirkətdə daha işləmirəm. Oranı unutdum. Aç. Ora... Sən borc ala bilmirsən, çək gözüm alır. Ara bir dəqiqə sən kimsən? Kasımın evinə kim ondan pul götürürsən ha? Pul alırsan. Saçmısan sən. Ana bəsdir da. Ha vicdanınız olsun da. Mən olan yerdə kasıb heç kimin izdə bilməz. Yoxdur da pulları. Niyə başa düşmürsən ha? Davarı getdin. Ha, baş bayrağı.